Burada İlham Əliyev yazdırır ki, Teymur bir gün qanun qarşısında türətdiyi cinayət əməllərinə görə cəzasını çəkməlidir. Mənim cinayətim yoxdur, İlham Əliyev. İlham Əliyev, amma sən çəkəcəksən. Bax, bu gəncləri öldürdüyün üçün, Bayram Məmmədovu öldürdüyün üçün, sən özdə atanın doğum günündə öldürdüyün üçün, Elbəyi Kərimlini də atanın quyulandığı günü öldürdüyün üçün sən bunlara görə cinayətkarsan, cavab verəcəksən və bu qızları, bax, arkada boylanan bax, bu qızları həbsə saldığın üçün günahsız bu jurnalist qızları, bunların xoşbəxtliyi sən əlindən aldığın üçün sən mütləq İlham Əliyev qanun qarşısında türətdiyin cinayət əməllərinə görə mütləq cəza çəkəcəksən, mütləq. Burada mənə yaldırmaqla deyil, mənim bir cinayətim yoxdur, mən cəza çəkəm qanun qarşısında. Mən hər zaman qanun qarşısında durmağa hazıram. Amma o qanunu insanlar əməl eləsinlər o qanunlara. Sən qan içənsən, sən qatilsən və sən bu insanların ölümünə, oğlanların ölümünə və minlərcə bu cür insanların ölümünə səbəb olmuşsan, minlərcə ailələri dağıtmışsan, 5 milyondan çox insanı ölkənin dəqiqini salmışsan İlham Əliyev. Buna görə sən mütləq qanun qarşısında türətdiyin cinayət əməllərinə görə cavab verəcəksən. Heç yana qaça bilməyəcəksən.